Az öncə eşitdiyim məlumata görə şəhid atası barədə danışdım və həmin videoda adları çəkilən zərər çəkmiş şəxslərdən Qoşqarı və başqaları kim bilmirəm, amma Qoşqarı eşitdim. Və bir də videoya like qoyanları deyilənə görə belədir, polis bölməsinə dəvət ediblər. Yəqin ki, Vüqarın şikayəti əsasında. Vüqar kişi, nədir sənin haqsızlığına göz yummayanları hamısını şikayət edirsən? Yoxsa nə məsələdir? Yenə şərləməyə keçmirsən. Mən buradan Bərdə rayon polis idarəsinin rəisi hörmətli cənab Ənvər Həsənova və çox hörmətli və hörmət elədiyim Namiq müəllimdən xahiş edərdim ki, bu Vüqar kişinin şər atmaqlarına inanmasın və həqiqətən də zərər çəkmiş şəxslərin adlarını çəkmişəmsə, bu məsələni daha yaxşı olardı ki, araşdırılsın. Bu yaxınlarda zaten Cənab Nazir Vilayət Eyvazova da yazılı şəkildə bu şikayətlər barədə məlumat ötürəcəyəm və yazılı şəkildə müraciət edəcəm. Həm Facebook vasitəsilə, həm də yəqin ki, rəsmi məktub əsasında. Sadəcə hal-hazırda bütün şikayətçilərin şikayətlərini toplayıb, şəxsiyyət vəsiqələrini xahiş eləmişəm göndərsinlər. Şikayətçilər barədə tam ətraflı məlumat topladıqdan sonra cənab nazirə də məlumat verəcəm. Ümid edirəm ki, polis bölməsinə çağırılan şəxslər ədalətli şəkildə araşdırılaraq evlərinə buraxılacaq.